Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə 2020 birinci qrup qəbul C variantını izah edəcəm, bütün testlərini. İzaha keçməzdən öncə bir daha sizdən xahiş edirəm ki, kanala hələ də abunə deyilsinizsə, kanala abunə olun, videolardan yararlanırsınızsa, bəyənib paylaşmağı, rəy bildirməyi unutmayın ki, bu YouTube'un bizə verdiyi yetki o limiti keçəndə artır və o artdıqca biz də sizin üçün yeni işlər görə bilirik. Dəstəyinizi əsirgəmədiyiniz üçün əvvəlcədən təşəkkür edirəm. Başlayaq izahımıza. Birinci sualda 31-də. Deməli, bizə deyir ki, C1 kondensatorunun köynəkləri arasındakı gərginlik 20 volt olarsa, C3-ün köynəkləri arasındakı gərginlik neçə olar? Biz bilirik ki, paralel qollarda bu nöqtələr arasındakı gərginlik U-dursa, bu nöqtələr arasındakı gərginlik də U olacaq. İndi gəlin baxaq, paralel qolda C necə tapılırdı? Bax, bu hissənin ümumi tutumunu tapmaq üçün Q bərabər CU düsturuna görə U sabit idi. C-lər toplanırdı. Onda bu qolda C2 və C3-ün ümumi tutumu onların cəminə bərabərdir. Yəni 5 C-yə bərabərdir. İndi təsəvvür eləyək ki, C1 bərabər C-dir və burada bir dənə də 5 C-lik bir kondensatorumuz var. Bunun qolları arasındakı gərginlik 20-dirsə, buradakı gərginliyi bizdən soruşur. Biz də bilirik ki, ardıcıl birləşmədə Q sabitdir, C ilə o tərs asılıdır. Onda yazıram ki, C2-nin C1-ə bərabərdir U1-in U2-yə və buradan C2 5C-dir. 5C-nin C-yə nisbəti bərabərdir U1 20-nin də U-ya. Buradan da alınır ki, U bərabərdir 4-ə. Əgər o 4-dürsə, həm C2-nin qolları arasındakı gərginlik 4-dür, həm də C3-ün qolları arasındakı gərginlik 4-ə bərabərdir. 4 volt. Cavab olur Y variantı. 32. Sabit temperaturda bir atomlu ideal qazın daxili enerjisinin kütlədən asılılığı U bərabərdir 2-də 3, M bölünsün böyük M, R, T. Sabit temperatur dediyinə görə T sabit, R sabit kəmiyyətdir, molyar kütlədə dəyişmir. U-nun M-dən asılılığı göründüyü kimi düz mütənasibdir. Doğru cavab olur Y variantı. 33. Tezliyi 6 vurulsun 14 Hz olan yaşıl işıq şüası vakuumdan sındırma əmsalı 2.5 olan mühitə keçdikdə dalğa uzunluğu necə dəyişər? Dalğa uzunluğunu necə dəyişdiyini tapmaq üçün dalğa uzunluğunun əvvəlki və sonraki qiymətlərini tapıb onlar arasındakı münasibətə baxmaq lazımdır. Əvvəlcə bu dalğa uzunluğu vakuumdaydı. Vakuumdakı dalğa uzunluğunun düsturu lambda 0 bərabərdir C vur T ya da C bölünsün U. Gəlin bunu hesablayaq. 3 vurulsun 10 üstü 8 bölünsün 6 vurulsun 10 üstü 14 bərabərdir. Burada 2-də 1, yəni 0,5, 10 üstü -6 eləyir. Bunu da 500 nanometr deyə bilərik. Nanometr ona görə ki, cavablardan nanometrləndir. Ona görə də belə yazıram. Sonraki dalğa uzunluğu lambda bərabərdir. Lambda 0 bölünsün N-dir düstura görə. 500 nanometr bölünsün. N-in qiyməti 2,5. 2,5-ə böləndə bu da eləyir 200 nanometr. Deməli, əvvəl vakuumdan mühitə keçib də, bax, vakuumdan mühitə. Əvvəl 500 idi, indi oldu 200 nanometr. Neynədir? 300 nanometr azaldı. Ona görə cavab olacaq Y variantı. 34. Kütləsi 5 kiloqram olan F 10 Newton dartı qüvvəsinin təsiri ilə hərəkət edir. Sürüşmə-sürtünmə əmsalını verib cismin koordinat zamandan asılılıq qrafiki. Biz bu cismin necə hərəkət elədiyini bilmək üçün dartı və sürtünmə qüvvələri arasındakı münasibətə baxmalıyıq. Əvvəlcə gəlin sürtünmə qüvvəsini hesablayaq. F sürtünmə bərabərdir mü MJ-yə görə. Müsü 0,2-dir, kütləsi 5-dir və J-si də 10-dur. Bu eləyir neçə? 10. Və bizə də dartı qüvvəsində 10 veribdir. F dartı bərabər F sürtünmə alırıq. F dartı bərabər F sürtünmə. Bu halda cisim nə edirdi? Düzxətli bərabər sürətlə hərəkət edirdi. Düzxətli bərabər sürətlə hərəkətə aid 2 dənə qrafik var. Cavabımız var. Bəs indi görək ox istiqamətindədirmi, yoxsa oxun əksinədirmi hərəkət?
Buna da baxırıq ki, x oxunun istiqaməti belə verilib və cismin sürətinin hərəkət istiqaməti də x oxunun istiqamətindədir. Ona görə də deyirik ki, doğru cavab D variantıdır. Ox istiqamətində hərəkət edir cisim. Riyazi rəqqas harmonik rəqsə hərəkət edir. Rəqqas tarazlıq vəziyyətinə keçən an tarazlıq vəziyyətində kinetik enerji, sürət, impuls maksimum olur, potensial enerji isə minimum olur. Buradakı cavablara baxsaq, kinetik minimum səhvdir, impuls minimum səhvdir, potensial maksimum səhvdir, bərabər səhvdir, potensial enerji minimal qiymət, yəni sıfıra bərabər olur. Doğru cavab B variantı olacaq. 36 vakuum diodunda anod cəryanını necə artırmaq olar? İni necə artırmaq olar? Anod cəryanını artırmaq üçün biz nə edə bilərik burada? Katodun temperaturunu artırmaqla. Doğru cavab C variantı. Çünki katodun temperaturunu artırdıqca katoddan hər saniyədə qopan yük daşıyıcıların sayı artacaq. I bərabərdir N-Y düsturuna görə. N artdıqca I də artacaq. Hər saniyədə keçən yüklərin sayı artdıqca daha çox yük keçdiyinə görə cəryan da nədir? Yüklü zərrəciklərin nizamlı hərəkətidir də. Cəryan da daha çox olacaq. Yəni cəryan sayla düz asıldaq. Ona görə də katodun temperaturunu artırmaqla olacaq. Doğru cavab C. 37. Quru termometrin göstərişləri eyni olan iki müxtəlif otaqda havanın nisbi rütubəti F1 50, F2 60-dır. Bu otaqlarda havanın halı üçün uyğun vəhdlərdə Eylerven diaqramını müəyyən edin. Yaxşı, baxaq. Birinci və ikinci otaqda hər birində quru termometrin göstərişi eynidir. Amma bunun F-si F1 bərabər 50%-dir. Burada isə F2 bərabər də 60%-dir nisbi rütubəti. İndi birinci. Bizə deyir ki, yaş termometrlərin göstərişi quru termometrlərin göstərişindən aşağıdır. Fi 100-ə bərabər olana kimi, bəli, düzdür. Yaş quru termometrin göstərişindən daha aşağını göstərir. Fi 100 olanda isə onlar bir-birinə bərabər olur və nisbi rütubət maksimum qiymətini alır. Ona görə də 1 hər ikisinə aid olacaq, ortaya gedir. Su buxarının təzyiqi daha böyükdür. Deməli, F-nin düsturuna baxsaq, F bərabərdir, P bölünsün P sıfırdır. Surətdə olan P su buxarınındır, məxrəcdə olan isə doyan buxarındır. Su buxarının təzyiqi daha böyük olanda F də daha böyük olmalıdır. Bu da üçüncü hissəyə uyğun gəlir. Ona görə bura yazırıq 2. Su buxarının təzyiqi daha kiçikdir, demək ki 3 bura uyğun olacaq. Buxar doymayan buxardır. Bəli, doyan buxar o vaxt olur ki, F-si 100 olsun, hər ikisi doymayan buxardır. Doğru cavabımız 3, 1, 4, 2 A variantı. Nüvənin kütlə defekti hansı ifadə ilə təyin olunur? Bu nəzəriyyə sualıdır. Deməli, düstur belə idi. Delta M bərabərdir. Z vurulsun M proton, üstə gəlinsin N vurulsun M neutron, çıxılsın M nüvə. Doğru cavab hardadır burada? Baxaq D variantında. Növbəti sualımız düz xətt üzrə hərəkət edən cisim koordinat zamanı asıllıq qrafiki verilmişdir. 4 saniyə müddətində cismin getdiyi yol yerdəyişmə modulundan nə qədər çoxdur? 4 saniyəyə qədər gəlin birinci yola baxaq, sonra yerdəyişməyə. Yolumuz nə gedirsə hamısını toplayırıq. İndi baxın, -3-dən hara gəlibdir? Müsbət 3-ə. X oxuna görə baxıram. 6 metr yol gedibmi? Bəli. Sonra müsbət 3-dən də 2-yə düşübdür. 1 metr də burada gedib. Demək ki, mən 6 ilə 1-i toplayıram. 6 ilə 1-i toplayanda yolumuz oldu 7. Yerdəyişməni necə tapırdıq bəs? Harda başlayıb? -3-də. Bəs harda qutarıb? 2-də. -3-dən 2-yə nə qədər yol qət eləyibdir? Yerdəyişməni tapmaq üçün sondan əvvəlkini çıxırdıq da. Bərabərdir 5 eləyir. Onsuz da bizdən modul istəyir. -5 də olsa yenə müsbəti götürəcəyik. Nə qədər çoxdur deyəndə yoldan yerdəyişməni çıxırıq. Bu da olur 2 metr. Doğru cavab olur B variantı. 40. Elektromaqnet şüalanmanın gücü şüalandırıcı konturun rəqs tezliyindən necə asılıdır? Biz bilirik ki, P-nin düsturu I vurulsun S-dir. I də nü'nün 4-cü dərəcəsi ilə düz mütənasib asılı olduğuna görə deməli ki, P də I ilə düz asılıdır. Axı I-nin yerinə nü üstü 4 yazsaq, P elə nü üstü 4-dən düz asılı olacaq. Ona görə doğru cavab olur Y variantı. 41. Cismin impulsun proyeksiyasının zamandan asılığı verilib, qüvvələri müqayisə eləyək. Biz demişik ki,
burada ya tangens alfa kimi baxa bilərik. Çünki delta P bərabərdir F delta T. Elə gəlin bu yolla da baxaq, başqa yola baxmayaq. F bərabərdir delta P bölünsün delta T. Yəni qüvvə impulsun zamana görə törəməsinə bərabərdir və yaxud da impuls zaman qrafikində tangens alfaya bərabərdir. İndi gəlin buradakı alfalara baxaq. Bax, birinci qrafikə görə tangens alfa 1 buna bərabərdir. İkinci qrafikə görə və üçüncü qrafikə görə alfalara baxın, neyinir? Getdikcə kiçilir. Demək ki, tangens alfa 1, tangens alfa 1 böyükdür, tangens alfa 2, o da böyükdür, tangens alfa 3. Qüvvə də nəyə bərabərdir? Tangens alfa. Demək ki, F1 böyükdür F2-dən, o da böyükdür F3-dən. Doğru cavab olacaq C variantı. 42. Əvəzləyici qüvvəni istəyir bizdən. Biz bilirik ki, görülən iş A bərabərdir Fs kosinus alfadır. İndi burada düz xətlə hərəkət edir deyə hərəkətlə, yəni yer dəyişməklə qüvvə arasındakı bucaq sıfırdır. Kosinus sıfırda da 1 verir. Ona görə A bərabər Fs yazıram. İş də bizdə kinetik enerjinin dəyişməsinə bərabərdir. Delta Y kinetik bərabərdir F vurulsun S. Biz burada əvəzləyici qüvvəni tapsaq, delta Y kinetiki S-ə bölərək. S də nədir? Bizim yer dəyişməmiz. Yəni getdiyi koordinat. Baxaq, delta Y bərabərdir. Qüvvə modulunu istədiyinə görə delta Y kinetiki modula salıram. Həmçinin yer dəyişməlidir. Elə hamısını bir modulda yaza bilərdik əslində. Bir dəqiqə. Olsun onda belə. Hamısı bir modulun içində. 40 çıxılsın, 20 çıxılsın 40. Bölünsün. Sıfırdan hara gəlibdir? Həmin vaxtda 4 metr. O da bərabərdir. 20 bölü 4 cavab olacaq 5 Newton. Doğru cavab olacaq B variantı. Növbəti sual 43. 43-də deyir ki, dəyişən gərginliyin amplitudunu sabit saxlayaraq, yəni gərginliyin UM-i sabit saxlayırıq. Tezliyi artırdıqda A1 və A2 ampermetrlərin göstərişi necə dəyişir? A1 ampermetri aktiv müqavimətə qoşulubdur. Ampermetrin göstərişi I bərabərdir U bölü R olduğuna görə tezlikdən asılı deyil. Ona görə də I1 dəyişməyəcək. Amma I2-yə təsir eləyəcək təbii ki, necə? Çünki I1-dir bu. I1 dəyişməz. I2 bərabərdir. Hara qoşulub? Kondensator olan dövrəyə. Kondensator olan dövrədəki müqavimət U bölünsün XC-dir. UM bölünsün XC yazıram. XC-nin də düsturu bilirəm ki, 1 bölünsün omega C-dir. Onda I2 bərabərdir UM. 1 bölü omega C-yə böləndə elə vurulsun omega C olacaq. Omeganı da açsaq 2 pi nu C, bir də UM var burada. İndi baxın görək. I tezlikdən necə asılıdır? Düz mütənasib asılıdır. Düz mütənasib asılıdırsa, əgər tezliyi artırsa, buradakı ampermetrin göstərişi artar. A1 dəyişməz, A2 artar. Doğru cavab olur C variantı. Davam eləyək. 44. Proton şəkildə göstərildiyi kimi bir cins maqnit sahəsinə daxil olur. Hansı qrafik protonun kinetik enerjisinin yer dəyişməsinin moduldan asılılığını göstərir? Biz bilirik ki, proton sahə istiqamətində daxil olanda burada nə baş verəcək? Əgər elektrik sahəsi olsaydı, mənfiyə doğru gedirdisə yeyinləşirdi, kinetiki artırdı. Müsbətə doğru getsəydi amma yavaşlayardı və kinetiki azalardı. Bəs maqnit sahəsində necə olur? Baxaq. Yüklü zərrəciyə maqnit sahəsində təsir edən qüvvə hansı qüvvədir? Təbii ki, Lorentz qüvvəsi. Lorentz qüvvəsi bu yükə necə təsir edəcək, necə hərəkət elətdirəcək? Çevri üzrə hərəkət elətdirəcək. Biz də bilirik ki, çevri üzrə hərəkətdə kinetik enerji dəyişmir. Ona görə də kinetik enerji yer dəyişmədən asılı olmayacaq. Doğru cavab olur burada C variantı. 45. 45 vahiddir. Gəlin açaq. Çalışaq düstur kimi açaq. Əgər düstur kimi alınmasa, axırda gedib nə edərik? Vahidlərin hamısının açılışını yazarıq. Mən məsləhət görmürəm əvvəlcədən açılış yazmağı, çünki açılışlar yadımızdan çıxa bilər. Düstur tətbiq eləməyə çalışıram. Əvvəlcə aşağıya, aşağı enerji düsturuna oxşur. Çünki Joule vurulsun faraddır. Maqnit sahəsinin enerji düsturlarından yadımıza salaq. Joule vurulsun farad, daha doğrusu elektrik sahəsinin Q kvadrat bölünsün 2C.
Buradan Q-nü tapsaq, kök altında 2S vurulsun enerji. Vahidə baxsaq, kulon bərabərdir kök altında. Joule S nədir? Tutumdur da. Tutumun vahidi farad vurulsun. Bu da joule. Görürsünüz, kök altında farad vurulsun joule bizə nəyi verəcək? Kulonu. Demək, bizim məxrəcimiz kulon imiş. Volt vurulsun saniyə nəyi verir? Hələ ki qalsın o. Volt vurulsun saniyə bölünsün kulon. İndi gəlin biz kulonu açaq. Kulonun yerinə amper vur saniyə yazsam, volt vurulsun saniyə, burada da amper vurulsun saniyə. Saniyələr gedib nə qalar bizdə? Volt bölünsün amper. Volt bölü amper nə idi? Müqavimətin düsturuydu da, U bölünsün I. Müqavimət doğru cavab olacaq Y variantı. 46. Şaquli istiqamətdə aşağı hərəkət edən liftin sürətinin üzr istəyirəm. Modulunun zamandan asıllıq qrafiki verilmişdir. Hansı zaman intervalında liftdəki sərnişin çəkisi sükunət çəkisindən kiçik olur? Biz bilirik ki, sükunət çəkisi P0 bərabərdir mg'dir. mg'dən kiçik olması üçün bu gərək belə olsun. mg çıxılsın A. mg çıxan nə vaxt olurdu? Təcil aşağı olanda. İndi görək hansı halda təcil aşağı olur? Bax, cisim aşağı gedir. Hər bir halda bunun sürəti aşağıdır. Bu hissədə də, bu hissədə də, bu hissədə də. Sürətlər aşağıdır. İndi gəlin təcilləri müəyyən edək. Birinci hal bərabər yeniləşən hərəkəti. Bərabər yeniləşən hərəkətdə təcil də aşağıdır. İkinci hal bərabər sürətlidir. Təcil burada sıfıra bərabərdir. Üçüncü hal yavaşayandır və aşağıdırsa, bərabər yavaşayan olduğuna görə A yuxarıdır. Bizə uyğun gələn 0-T1 arası oldu yalnız. Bu da D variantındadır. 47. Bir cins maqnitizasiyasının induksiya xətlərinə perpendikulyar yerləşmiş Mn naqilindən sabit cəryan keçir. M nöqtəsinin potensialı N nöqtəsinin potensialından böyükdürsə, yazırıq phi M böyükdür phi N. Potensialından böyükdürsə, amper qüvvəsinin istiqaməti necə yönələr? Biz amper qüvvəsinin istiqamətini tapa bilmək üçün F amper sualdır. Gərək biz cərəyanı bilək, həm də B-nin istiqamətini verək. B-ni bizə veribdir, nöqtə veribdir. Bəs cərəyanı necə taparam? Biz bilirik ki, cərəyan potensialın azalma istiqamətində yönəlir. Potensial M-də daha çoxdur, N-də azdır. Deməli, bizim cərəyanımız bu istiqamətdə yönəlib, potensialın azalma istiqamətində. İndi cərəyan sağa amper qüvvəsinin tapılma qaydası nə idi? Sol əl, ovuc içi B-ni verirdi bizə, 4 barmaq I-ni verirdi, 90 dərəcə açılmış baş barmaq isə bizə verirdi amper qüvvəsini. İndi gəlin. Nöqtə nədir? Yəni ki, şəkil müstəvisindən bizə doğru. Şəkil müstəvisindən bizə doğru gələndə əlimizin üstünü görürdük də biz. Yəni əlimizin içinə daxil olmalıdır. Sanki elə bilin ki, telefondan, kompüterdən sizə doğru qələm gəlir. Qələmin ucu sizə doğru gəlir. Siz tez əlinizi ora qoyarsınız ki, qələmin ucu əlinizə daxil olsun. Ona görə əlimizin üstünü görürük biz. Və 4 barmağımız bu istiqamətdə təxminən elə bilin ki, belə bir şey alınır. Baş barmaq budur. 4 barmaq, indi burada 3 barmaq oldu, yoxdur. Bu da əlimizin üstüdür, nöqtə. Əlimizin içi isə X-dir. Onda bizim baş barmağımız aşağı alındı, yəni doğru cavabımız D variantı, amper qüvvəsini aşağı aldıq. 48. Sabit kütləli ideal qazın təzyiqinin mütləq temperaturdan asıllıq qrafiki verilmişdir. VT qrafikini seçin. Sabit kütləli ideal qazdırsa, yəni ideal qazın deməli, ideal qaz qanunlarına əsaslanacaq da bu. Qrafikə baxıram, verilən qrafikdə nə var? P konstantdır. P konstant. T neyniyir? T azalır. Niyə azalır? Çünki T oxu belə gedir, amma qrafik əksinə gedir. T azalır. İndi baxıram, qrafikimdə T azalmalıdır. T'nin artmasını seçməyəcəm, T'nin sabitini seçməyəcəm. Baxın, A variantı hələ ki dursun. B variantına baxın, T sabitdir, olmaz. T azalmalıdır. C variantını çıxırıq. Y variantı qalır hələ ki. D variantını da çıxırıq. İndi P sabit izobardır. PV bölü T bərabərdir, konstantdır da. Əgər P sabitdirsə, V bölü T nisbəti sabit qalmalıdır. Nisbətin sabit qalması üçün sürət artdıqda məxrəc də artmalıdır, sürət azalanda məxrəc də azalmalıdır. T azalırsa əgər V neyniyəcək? V də azalacaq da. Hər ikisinin azalmağı düz mütənasibdir. Düz mütənasib şəkildə azalma. O da olacaq Y variantı. 49. Ferromaqnitlik sarğaca daxil edilir. Sarğacın maqnit sahəsinin enerjisi və maqnit induksiya modulu necə dəyişir? Maqnit sahəsinin enerjisi L kvadrat bölü 2-dir. L-in də düsturu mü L0-dır. Ferromaqnitlik daxil olursa L artır.
El artdıqca da maqnit sahəsinin enerjisi artır. Demək ki, bu artdı. Maqnit induksiyası isə fi bərabərdir, el-idir. Yenə də el artdığına görə fi də artacaq. Doğru cavab artar, yəni ki, A variantı olacaq. 50-ci sual. Yer öz oxu ətrafında fırlanma periodu saatın saniyə əqrəbinin dövr etmə periodundan neçə dəfə çoxdur? Yerin öz oxu ətrafında fırlanma periodu 1 gün idi. Saatın saniyə əqrəbinin fırlanma periodu isə 1 dəqiqə idi. 1 günü 1 dəqiqəyə böləndə bir günümüz neçə dəqiqədir? Baxaq. 24 saatdır. 24 saatı da 60-a vursaq, hər biri 60 dəqiqədir axı. Yuxarını dəqiqəyə çevirdik, aşağı da dəqiqədədir. 24-ü 60-a vuranda yəqin ki 1440 eləyir. Doğru cavabımız A variantı olur. Mayaya batırılmış, mayaya daxil edilmiş kapillyar borunun radiusu 3 dəfə azalanda, yəni son qiymət əvvəlki qiymətdən 3 dəfə azdır və yaxud da əvvəlki qiymət son qiymətdən 3 dəfə çoxdur. Boruda mayenin qalxma hündürlüyü 6 mm artır. Yəni son qiymət əvvəlki qiymətdən 6 mm çoxdur. Görürsüz, dəfə demir ha sizə. 6 mm artır deyir. Veriləni düz yazmasaq məsələ getdi. Maye sütunun hündürlüyünün başlanğıc qiymətini hesablayın. Yəni bizdən soruşulan H1-dir. H-ın düsturu bilirik ki 2 sigma bölünsün rho j r-dir. Baxıram ki H r-dən necə asılıdır? H r-dən tərs asılıdır. İndi gedək tərs mütənasibliyimizi yazıb həll eləyək. H2-nin H1-ə, R1-in R2-yə. H1 üstəgəl 6 bölünsün H1 bərabərdir. R1-in yerinə 3 R2, R2 də qalır burada. R2-lər getdi. Çarpaz vurub baxsaq 3 H1 bərabərdir. H1 plus 6. 2H1 bərabər 6, H1 də bərabərdir 3. Əvvəldən millimetrlə vermişdi. Biz də çevirmə eləmədik deyə elə cavabımız da millimetrlə alınır. Doğru cavab B variantı. 52. Cisim toplayıcı linzadan D bərabər 4F məsafədə yerləşmişdir. Linzanın xətti böyütməsini hesablayın. Toplayıcı linza düsturunu yazsaq, 1 bölünsün F bərabərdir, 1 bölünsün D üstəgəl, 1 bölünsün F. Bizdə deməli, cisim məsafəsi D-nin yerinə 4F qoyaq. D-nin yerinə 4F. 1 bölünsün kiçik F-i buradan tapaq. 1 bölünsün kiçik F bərabərdir. 1 bölü F çıx. 1 böl 4F bərabərdir. Ortaq məxrəc 4F. Yuxarıda da olacaq. Yəqin ki 3. Aha. Yəni 3 bölünsün 4F. Burada da F-i tapsaq 4F bölünsün 3 olur. Bizim də böyütmə düsturumuz nədir? Böyütmə G bərabərdir. Xəyalın xətti ölçülərinin, yəni kiçik F-in cismin xətti ölçülərinin nisbəti, D-yə nisbəti. Kiçik F-in yerinə 4F bölü 3 yazıram. Böyük F-in yerinə də, daha doğrusu D-nin yerinə də 4F yazıram. Özü 4F verib də D-ni. 4F-lər gedir, qalır cavab 3-də 1. 3-də 1 hansı variantda? A variantında. Doğru cavab olur A. 53. Hamar üfüqü müstəvidə qoyulmuş M2M və 3M kütləli 3 cisim uzanmayan və çəkisiz saplarla bir-birinə bağlanmışdır. M kütləli cisim F qüvvəsinin təsiri ilə dartılır. Sapın gərilmə qüvvəsi T1 gərilməsi 20 olarsa T2-ni hesablayın. Baxın burada F neçə M dartır? F qüvvəsi üçün yazsam, yazacam M, üstəgəl 2M, üstəgəl 3M vurulsun A. T1 neçə M dartır? Özündən arxadakılara həmişə demişəm ki, belə baxın. 2M üstəgəl 3M, yəni dartır dediyim, yəni təsir eləyir. T2 bəs nəyə təsir eləyir? Yalnız 3M-ə təsir eləyir. İndi burada T1 ilə T2-ni istəyir. F-ə heç yazmağa ehtiyac yoxdur. Bunları tərəf-tərəfə bölsək, T1 bölünsün T2, alacaq yuxarıda A-lar da gedir də, 5 bölünsün 3. Baxın, burada 5M eləyir, aşağıda da 3M. İndi qoysam yerinə, T1 20-dir, 20-nin T2-yə nisbəti, 5-in 3-ə, buradan da T2 bərabər olur 12-yə. Doğru cavab olur 12. 54. Damcı kondensatorun lövhələri arasında tarazlıqda olarsa, hansı münasibətlər doğrudur? Deməli, tarazlıqda olmaq nə deməkdir? Bu cismə təsir edən qüvvələr əks istiqamətdədirsə, bunlar bir-birinə bərabərdir ki, heç birinin digərinə gücü çatmır aşağı-yuxarı endirməyə. Bilirik ki, bu damcı müəyyən bir kütləyə malikdir. Ona görə aşağı doğru bunun bir MG-si var, ağırlıq qüvvəsi var. Tarazlıqdadırsa, buna başqa qüvvə təsir eləməsə, bu ancaq aşağı düşməlidir. Tarazlıqdadırsa, bu o deməkdir ki, deməli, bunu yuxarı dartan bir qüvvə var. Və sizcə bunu yuxarı dartan qüvvə nə ola bilər? Əlbəttə
ki, F elektrik, yəni Coulomb qüvvəsi, qarşılıqlı cəzb etmə qüvvəsi. Onda müsbətə doğru, müsbət özünə nəyi çəkər? Mənfini. Demək ki, bu yükümüz mənfi yükdür. Müsbət yükdür, səhvdir, mənfi yükdür. Damcıya kondensatorun elektrik sahəsi tərəfindən təsir edən qüvvənin modulu ağırlıq qüvvəsi moduluna bərabərdir. Doğrudur. Çünki F elektrik bərabər olmasa MJ-yə tarazlıq olmaz axı. Onda böyükdür deyən səhvdir, kiçikdir deyən də səhvdir. Damcı elektrik yükünə malik deyil deyən də səhvdir. Doğru cavab olacaq burada 2 ilə 3. 55. Müqaviməti 0.3 ohm olan yazaq verilənlərimizi R bərabərdir 0.3. Sahəsi S bərabərdir 6 vurulsun 10 üstü mənfi 4. Əsas vahidlə verilib çevirmə eləmirik. Olan qapağı keçirici kontur bir cins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar birləşir. Deməli, kontur maqnit sahəsinə perpendikulyardırsa, alfa bərabər 90-dır. Maqnit sahəsinin induksiyası deməli, B1 bərabərdir 0.6, B2 bərabərdir 0.2. 0.2-yə qədər azalarkən naqilin ən kəsiyindən keçən yükün miqdarını hesablayın. Baxaq. Bizim belə bir düsturumuz var idi. Q bərabər idi. Delta fi bölünsün R-ə. Delta fi'nin də yerinə görürük ki, burada fi'ni dəyişdirən nədir? B-dir də. S vurulsun delta B bölünsün R. O da bərabər S vurulsun B1 çıx B2 yazaq. B1 çıx B2 bölünsün R. İndi gəlin bunu hesablayaq. Qoyub yerini hesablamaq qalıb. S 6 vurulsun 10 üstü mənfi 4 vurulsun 0.6 çıxılsın 0.2 bölünsün. R-in qiyməti də 0.3 bərabərdir. Yuxarıda eləyir 6 vur, 0.4 vur, 10 üstü mənfi 4, aşağıda da 0.3. Vergülləri açsaq, 6 ilə 3 geçsə 2, 8 vurulsun, 10 üstü mənfi 4 oldu. Cavabı mikrokulondan istəyir. Milli kulondan, üzr istəyirəm, milli kulondan istədiyinə görə. Milli də nədir? 10 üstü mənfi 3-dür də bizdə. Demək, biz bunu 10-a vurduqsa bu tərəfini, 8-i 10-a bölməliyik. Onda olacaq 0.8 vur, 10 üstü mənfi 3 kulon. Ya da 0.8 milli kulon. Doğru cavab 0.8 olacaq. Növbəti. 57, yox 56. Mən bunu silim onda. Sizə lazım olsa bir də geri çevirib baxa bilərsiniz. 56. Metal kürəciyi sıxlığı 2 qram olan mayiyə tam batırdıqda çəkisi 1,25 dəfə azalır. Metalın sıxlığını hesablayın. Cismin mayidəki çəki düsturunu yazıram. P bərabər P0 vurulsun, 1 çıxılsın, rho mayiyə bölünsün, rho cisim. Bizə deyir ki, sıxlığı 2 olan mayiyə batıranda bunu qram böl kub santimetrlə verib cavabı təhlil istədiyinə görə heç bir dəyişiklik eləməyəcək vahidlərdə. Sükunətdəki deməli deyir ki, çəkisi 1,25 azalır. Yəni vakuumdakı çəkidən P0-dan P bərabərdir P0-dan 1,25 dəfə az. Və yaxud da ki, belə yaza bilərik. P0-ın yerinə 1,25 P yaza bilərik. 1,25 4-də 5-dir də. Məxrəcdə 4-də 5, surətdə 5-də 4 kimi qalxar da 5-də 4 P0 kimi yaza bilərik biz bunu. P-nin yerinə, yəni 5-də 4 P0 yazacağım. Və salam, indi gedib yazaq bu düsturda. 5-də 4 P0 bərabərdir. P0 vurulsun, 1 çıxılsın. Rho mayiyə 2-dir. Rho cismi istəyir bizdən. P0'lar ixtisar gedər. 5-də 4 bərabər 1 çıxılsın, 2 bölünsün rho cisim. Burada 1-dən nə çıxsaq 5-də 4 eləyər. 2 bölünsün rho cisim bərabər 1 çıxılsın 5-də 4. 2 bölünsün rho cisim bərabərdir 5-də 1. Buradan rho cisim bərabərdir 10. Doğru cavab olacaq 10 qram bölünsün kub santimetr. 57. 57 üçün mən yenə silməli olacağım biraz buranı. Qüvvə xətlərinə perpendikulyar istiqamətdə bir cins maqnit sahəsinə proton, elektron və neytron daxil olur. Zərrəciklər və onlara maqnit sahəsi tərəfindən təsir edən Lorentz qüvvəsinin istiqaməti arasında uyğunluğu müəyyən edilir. Yenə burada sol əl qaydasından istifadə edəcəyik. Protonun yükü bilirik ki, müsbətdir, elektron yükü mənfi, neytron yükü 0. Neytron yükü olmadığına görə ona qüvvə təsir etmir. Ona görə də tez bunu yazırıq. Qüvvə təsir etmir. Protonun demək sol əl qaydasında tuturuq. Qüvvəni hara alsaq cavabını götürəcəyik. Elektronda isə nə alsaq əksin götürəcək, çünki yük mənfidir.
Əvvəlcə proton üçün əlimizi tuturuq. Sahə x olduğuna görə x bizdən şəkil müstəvisinədir. Deməli, bizdən şəkil müstəvisinə doğru istiqamət necə olacaq? Təbii ki, əlimizin için görəcəyik. Elə bilin ki, qələm sizdən gedir telefona və yaxud da kompüterə doğru. Qələmin ucu əlimizə daxil olmalıdır. Bu zaman əlimizin için görürük. Əlimizin için görürük x. 4 barmağımız aşağıdır, çünki V-nin istiqaməti aşağıdır. 4 barmaq aşağı sol əlimizin için görürüksə, bizim baş barmağımız olacaq bu istiqamətdə. Demək ki, bizim birinci halda protona təsir edən sağa tərəfdir. Protona sağadırsa, bax elektron da eyni girir də. Onu da sağa alacaq, amma cavabı sola götürəcək. Onda 1-ə gedir C, 2-yə gedir D, 3-ə də gedir Y. Davam eləyək. Situasiya suallarımız qaldı. Elektrik tutumu mövzusunu izah edərkən müəllim elektrik tutumu 40 pikofarad olan yüklənmiş müstəvi hava kondensatorunun lövhələrinə elektrometri birləşdirdi. Lövhələr arasındakı gərginlik 16 voltdur. Lövhələr arasındakı məsafəni 2 dəfə azaltdıqda elektrometrin göstərişi dəyişdi. İndi əvvəlcə baxaq. Gəlin belə baxaq da. Verilənlərimizi yazaq. Yuxarıda nə verilibdir? Elektrik tutumu C bərabərdir 40 vurulsun. Piko neçə idi? 10 üstü mənfi 12 farad. Sonra lövhələr arasındakı gərginlik U bərabərdir 16 volta. Lövhələr arasındakı məsafəni 2 dəfə azaltdıqda D-ni 2 dəfə azaldır. Birinci sual budur ki, elektrometrin göstərişi necə dəyişir? Elektrometr bizdə bilirik ki, nəyi göstərir? Elektrometr gərginliyi göstərir, gərginliyi ölçür. Biz də gərginliyi bilmək üçün necə götürək bunu? Gərginlik üçün düstur yazmaq üçün biz bilməliyik ki, bu qoşulubdur, yoxsa ayrılıbdır. Baxın, burada deyir ki, birləşdirdi. Birləşdiribsə, görək bu dəqiq qoşulmadı ya ayrılmadı. Yəni, baxaq. Çünki qoşulsa və yaxud da ayrılsa, ona aid düsturlar fərqlidir də. Burada qoşulma, ayrılma yoxdur. Mənim beynim qarışdı burada biraz. Elə normal U düsturu yazaq. U bərabərdir Q bölünsün C. C-ni açaq. Q bölünsün epsilon, epsilon 0, S bölünsün D. Bölünsün D də qalxacaq yuxarı. Və salam da buradan alınır. Özümüzü niyə çətinə salırıq ki? Məsafə neyinləyirsə, gərginlik onu ilə düz mütənasib asılıdır. İndi məsafəmiz 2 dəfə azaldığına görə, gərginliyimiz də 2 dəfə azalacaq. Elektrometrdə gərginliyi göstərdiyinə görə 2 dəfə azalar. Düsturları yazmaqla əsaslandırın. Elə burada yazdım. Baxın, bu düsturları yazıb əsaslandırmaq lazım idi. 2 dəfə azalar. Kondensatorun elektrik yükünü hesablayın. Q bərabərdir C vurulsun U. Qiymətləri yerinə qoyub hesablasaq. Bu sonradan olanı demir, yəni 2 dəfə azalandan sonranı demir. Normalda əvvəldən olan elektrik yükünü deyir. C-nin qiyməti 40 vurulsun, 10 üstü mənfi 12 vurulsun. Bu da 16'dır. Olur 640 vurulsun, 10 üstü mənfi 12 kulon ya da 640 pikokulon. Burada cavabı belə də yaza bilərik. 640 pikokulon. Çünki yuxarıda piko ilə vermişdi. Belə də yaza bilərsiniz. İndi 60'da deyir ki, kondensatorun lövhələri arasında məsafənin azaldandan sonra elektrik sahəsinin enerjisi. Elektrik sahəsinin enerjisini CU kvadrat bölü 2 yaza bilərik. Məsafə azalandan sonra onda necə yazaq bunu? Deməli, məsafə azalanda neynir? Tutuma da təsir eləyir, uya da təsir eləyir də, düzdürmü? Onda sonraki tutumun qiyməti məsafə ilə tərs asıldı axı 2 dəfə artmış olacaq. Çünki C bərabərdir epsilon, epsilon 0, S bölünsün D-dir. D 2 dəfə azalanda bu neynir? 2 dəfə artır. 2 dəfə artırsa, tutum üçün yazacağıq ki, 40 vur 10 üstü mənfi 12-dirsə, olacaq 80 vurulsun 10 üstü mənfi 12. Tutum artdı 2 dəfə. Bəs yaxşı, U neyniyəcəkdir? U da 2 dəfə azalmışdı da. U'nun bayaqlarım, baxın 58-ci sualda elədi ya, yuxarıda yazdıq burada. D 2 dəfə azalanda U da 2 dəfə azalmışdı. Onda U üçün də 8 qoyarıq da yerinə. Çünki 16 idi əvvəlki qiyməti. İndi 2 dəfə azalıb 8 olacaq. Onda yazaram ki, vur 8-in kvadratı bölünsün 2. Deməli, C vurulsun U'nun kvadratı bölünsün 2. Bu da eləyir 64, 2-yə böləndə 32, vur 8, vur 10 üstü mənfi 11.
Buradan da eləyəcək 256 vur 10 üstü mənfi 11. Əgər düz elədiksə belə olmalıdır. Amma burada 10 üstü mənfi 12 olsa piko ilə alınardı cavab. Görək bəlkə hardasa hesablama səhv elədik biz. 16 volt idi. Aha, 40 pikofaraddı. 2 dəfə artdı, 80 oldu. 8-in kvadratı. Səhv yoxdursa əgər hesablamada cavab belə olmalıdır. Mən cavablarda burada 256 pikofarad, joule qeyd eləmişəm. Piko olması üçün də 10 üstü mənfi 12 olmalıydı bu. Ona görə şübhələnirəm ki, bəlkə hardasa səhv eləmişik hesablamada. Gəlin bir də baxaq. Gəlin belə eləyək. Lap başqa düsturla baxaq. Məsələn, Q kvadrat bölünsün 2S ilə baxaq. Fərqi yoxdur. Hansı ilə baxsaq doğru alınmalıdır da orada. S-nin sonraki qiyməti dedik. 2 vurulsun 80 vurulsun 10 üstü mənfi 12 oldu. Q-nü nə aldıq? Azalmadan sonra deyirdi də bizdə yükü. Yükün düsturu S-U idi. S ilə U burada hərəsi 2 dəfə artır, biri 2 dəfə azalır. Ona görə Q dəyişmir. Q-nün qiyməti eyni qalır. Yəni 640 vurulsun 10 üstü mənfi 12 bərabərdir. Q-nün kvadratı, bunun kvadratıdır. Onda belə yazaq. 640 vur 640 vur 10 üstü mənfi 12, 10 üstü mənfi 12. Aşağıda da 160 vur 10 üstü mənfi 12. İndi fərqli cavab aldıq. Bunlar getsə, 4 qalsa, 4-ü 64-də 256, bir dənə də 0 burada. Bunlar da getsə, 10 üstü mənfi 12. Yox, biz düz almışıq. Bayaq da belə almışdıq. Yəqin mən qeyd eləyəndə səhv qeyd eləmişəm. Elə 256 vur 10 üstü mənfi 11. Enerjidir də joule. Piko alınmır burada, joule alınır. Yenə də baxın. Əgər hesablamada səhv tutsaz, rəydə yazarsınız, mən də bilərəm. Belə, daha bir sınağın sonuna gəldik. Ümid eləyirəm ki, sizin üçün faydalı oldu. Yenə də xatırladım xahişimi ki, yararlanırsınızsa, sizin üçün həqiqətən də fayda verirsə, sadəcə dəstək olmaq üçün kanala abunə olmağı unutmayın. Videoları bəyənib, rəy yazmağı, həmçinin paylaşmağı da unutmayın. Paylaşa bilərsiniz. Növbəti videoda görüşənə qədər hələlik.